Bağışlayan və mehriban Allahın adı ilə. Sima Film təqdim edir. Muxtarnamə. Filmdə çəkiliblər. Fəriburs Ərəbniya, Mehdi Fəxrimzadə, Fərhad Aslani, Fəriba Kovsəri, Nəsrin Muqamlu, Mahçöhrə Xəlili, Cəfər Dehqan, Rıza Rüygəri, İnayətullah Şəfiyi, Muhammed Sadiqi, Əmin Zindiqani, Şəhram Həqiqət Dust, Muhammed Fili, Həbib Dehqan Nəsəb, Ənuşirvan Ərcümənd, Kazım Həcir Azad, Mahmud Cəfəri və başqaları. Rejissor assistentləri: Rıza Əsgəri, Həmid Mirbaqiri. Dekorasiya müdiri Məcid Əli İslam. Səhnə tərtibatçısı Cəlil Futuhiniyya. Operatorlar: Rıza Qəffari, Əzim Cavanruh. Səs mühəndisi Əli Rıza Qəffari Nəcat. Döyüşlərin tərtibatçısı Mahmud Ərdəlan. İstehsal müdirləri: Mahmud Baqir Əşdiyani, Bəhruz Xoşrəzm, Mahmud Qulami. Bəstəkar Əmir Təvəssuli. Qrim üzrə rəssamlar: Məsud Vələdbəqi, Abdullah İskəndəri. Redaktor Mehdi Hüseynivənd. Prodüser Mahmud Fəllah. Senari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri.
Həccin qəbul olsun qisasdan doymayan. Qalx, Kövfə səni gözləyir. Xanım, siz niyə inirsiniz? Məyər yaxşı əkmədim? Yaxşı pis fərq eləməz, xanım. Siz sadəcə rəhbərlik eləyin. Əgər əlləriniz qabar olsa, onda mən muxtara nə cavab verərəm? Neyniyim Zərbi? Başımı qatıram ki, fikir eləməyim. Sizi nə narahat eləyir, xanım? Məkkədən Küfəyə nə qədər yoldu Zərbi? Hansı ayaqla? Ayaqla? Bəli, xanım. Dəvə və qatır ayaqları ilə hardasa bir ay. Bərk qaçan yaxşı atla 20 gün. Əgər dəvə ayağı ilə də hesablasaq, yenidən muxtar çatmış olmalıydı. Yol azmasından qorxuram Zərbi. Muxtar yolu azmaz. Səhranı əlinin içi kimi tanıyır. Narahat olmayın, xanım. Bəs hara gedib? Niyə gəlib çıxmır? Dedim axı, narahat olmayın, xanım. Bilirsiniz, muxtar həmin yola tək başına çıxıb. Gecikməyinin mütləq bir səbəbi var. Bəlkə də özü bilərəkdən yolu uzadıb ki, Məkkə gözətçilərini çaşbaş salsın. Hürrə hanı? Hürrə hanı Zərbi? Elə indicə burada torpaqla oynayırdı. Hürrə! Hürrə! Çuxura düşməsin balam. Narahat olmayın, xanım. Əgər çuxura düşsəydi, qışqırığını mütləq eşidərdik. Suya! Suya bax Zərbi! Hürrə! 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 Hardasan? Hürrə! 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 Hardasan, hürrə!
Dovşanım özündən getdi. Bu uşaq nə dilində danışır, xanım? Atasının dili ilə. Sizin qızınızdır? Sənin qızındır. Ata, dovşanım özündən getdi. Sən həmişə adamı hazırlıqsız yaxalayırsan. Ovçunun adətidir, xanım. Ovu hazırlıqsız yaxalamasan, ov olmaz. Hürrə! Hürrə! Hardasan xanım? Sənə nə deyim axı ay uşaq? Allahım, bu dəcəllikdə də qız uşağı olar? Dünyanın işləri tərsinə dönüb. Axı biz indiyə qədər qız uşağının anasına bənzədiyini görmüşdük. Bu uşaqsa azca da olsun anasına bənzəməyib. Elə bil atasının burnundan düşüb. İlan və əqrəb sancsa necə olacaq, hə? Ay, səni görüm lənətə gələsən qoca axmaq. Bu ki bizim Əbu İshaqdır. Əmanətə belə baxırsan, Zərbi. Bu uşaq az qala həlak olacaqdır. Sənə qurban olun Muxtarcan. Bu uşaq insan balası deyil. Qırmızı otdur. Qara bəladır. Zərbi, Bəli, buyurun xanım. Yalan danışmıram ki. Bu əl boyda uşaq qorxu zad bilmir. Nə qədər canlı varsa, əlindən zara gəlib. Bir gün əlim yoğunluğunda bir ilanı qovurdu. Özüm gördüm. Allah saxladı, yoxsa onu vuracaqdı. Mən Hürrə kimi qorxmaz və cəsur bir qız uşağı heç vaxt görməmişəm. Əgər oğlan olsaydı, atasının əllərini arxadan bağlayardı. Bax, gör dovşan necə sıxıb, yazığın az qala canı çıxsın. Görürsüz? Burax onu qız. Lulu, xor-xor, həm-həm. Bu qaşqabaqlı kişi məndən nə istəyir? Buyur cənab. Bu da sizin qıvraq və yeyin olan digər əmanətiniz. Sizin iyinizi aldığı üçün yerində dayana bilmir. Həqiqətən əmanətdar bir insanmışsan, Zərbi. Amma ağa, bundan sonra deyiləm. Az qala əmanətlərini qoruya bilməyəcəkdim. Buyur cənab. Bu sənin evin eşiyin, bu xanım Ümrə və uşaq, bu da sənin düldülün. Mən üzrlə hesab elə cənab. 3 ildən sonra qorxusuz bir gecə rahat yatmaq istəyirəm. Nədən narahatsan, Zərbi? Nədən narahatam? Bıçaq vursan qanım çıxmaz. Az qala əl boyda uşaq illər boyu elədiyim xidmətə kölgə salacaqdı. Allah şahiddir ki, bu uşağın başına bir iş gəlsəydi, heç kim mənim günahsız olduğuma inanmayacaqdı. Bu uşaq nadinc və şuluq uşaqdır. sən niyə bugün Hürrə ilə yola getmirsən? O məndən yola getmir. Qaşqabaqlı olmaq nə deməkdir? Yəni mən pisəm, hə? Elədir? Zərbi,
Mənə görə Hürrənin təqsirindən keç. Bəli ağa. Canımı da istəsəz sizə bağışlayaram. Xoş gəlmisən cənab. Gecikdiyin üçün nigaran qalmışdıq. Xəcalətliyəm Zərbi. Mən sizin çiyninizə düşən ağır yükəm. Allah qoysa əvəzini çıxaram. Bəli ağam. Eybi yoxdur. Biz sənin qapının nökəriyik. Buyur hacı. Çox sağ ol xanım, təşəkkür eləyirəm. Anamdan xəbərim var. Xəbərsiz deyiləm. Bir dəfə də yeməyə getmişdim. Şükürlər olsun ki, yaxşı idi. Sadəcə biraz yol yorğun olmuşkən, biraz da vətəni üçün darıxmışdı. Ləfəqəyə gəlsəydi bu qədər darıxmazdı. Yox, Muxtar, nə danışırsan? Ümmü Sabit daha böyükdür. Dümmə xanım onun evində qalmalıdır. Mən anamın niyə sənin gününün evinə getdiyini nəzərdə tutmuram. Sənin paxıl və qısqanc olmadığını da bilirəm. Amma anam təbiyyətən bağ-bağça, gül-çiçək, toyuq-cücə aşıqdır. Ləfəqa ona Taifi xatırlada bilərdi. Küfədə isə o qəfəsdə olan quşa bənzəyir. Dümmə xanım fəzilətli və əxlaqlı qadındır. Allah şahiddir ki, onunla söhbətdən necə məmnun qaldım. Amma kaş ki, qoca qadını bu yaşında Taifdəki bağ-bağçasından ayırmayaydın. Bundan başqa çarəm yox idi, Ümrə. Zübeyir övladları Hicazda olduğu halda Taif anam üçün təhlükəli yer idi. Məni təslim olmağa vadar eləmək üçün onu girov götürəcəklərindən qorxdum. Yəni Zübeyir övladları bu qədər əxlaqsız və xaindilər ki, düşmənlərinin ailəsini də döyüşə qatırlar? Zübeyir evladları Ümeyyə evladlarından da təhlükəlidirlər. Kəbənin yandığı gecə mən bunu öz gözlərimlə gördüm. Zübeyrin oğlu həmin gecə Kəbənin yanmasına tamaşa eləyərkən şeytan kimi sevinirdi Ümrə. Adamın tükləri biz-biz dururdu. Bilirsən necə sevincək oldu? Odu söndürməyimə mane olurdu. İnanılası deyil. Niyə? Dediyinə görə güya bu hərəkətlə Yezidin hakimiyyəti nüfuzdan düşüb məhv olacaq. Deməli Məkkə səfərinin hədiyyəsi bu imiş. Bundan sonra Muxtar 2 cəbhədə savaşmalı olacaq. Meydanda həm Yezid, həm Zübeyir tərəfdarları ilə. Məkkə səfərimin hədiyyəsinin nə olacağını güman eləyirdin. Hacı, həc səfərinin ən yaxşı hədiyyəsi gözünün açılmasıdır. Yeni düşmənini tanımağın özü də böyük işdir. Elə isə çətin günlər üçün hazır ol. Sən Ümrəni başını aşağı salıb mətbəxdə qurdalanan qadın hesab eləyirdin? Bir evinə bax. Sənin yoxluğunu hiss etdirməməyə çalışdım. Hər şey qaydasında idi. Təkcə sənin ayrılığına dözmək çətin idi. Qızımızın tüklərinin sayı qədər yoluna göz dikmişəm. Sən döyüşdə qılınc, mənsə qızımızın saçlarına daraq vururdum. Sən Kəbəni müdafiə eləyir, mənsə bunları hekayə halına salıb qızımıza nəql eləyirdim. Mən düşmənlə, sən isə ürəyinlə mübarizə aparırdın. Sənin cihadın daha ağır, daha çətin olub.
Qənimətləri nə vaxt bölüşdürəcəksən, hacı? Düşmənlərə qələbə çalmaq üçün uzun yol qət eləməlisən. Bəs niyə eləşmisən? Qalx görüm. 3 ildir ki, Küfədən uzaq düşübsən. Hüseynin qisasını almaq istəyənlər səni gözləyir. Kiyan, nəsə itirmisən? Əl-ayağımı itirmişəm İbn Kamil. Özümü itirmişəm. İnan ki, ürəyim tir-tir əsir. Düz 3 ildir ki, Muxtarı görmürəm. Biz heç vaxt bir-birimizdən bu qədər ayrı düşməmişdik. Soyuqqanlı deyilsən Kiyan. O dəqiqə özünü biruzə verirsən. Özümdən asılı deyil. Bəzən ürəyində gəzdirdiyin eşqə qibtə eləyirəm Kiyan. Xoş sənin halına ki, həmişə onun vurğunu olmusan. Dön Kiyan. İntizarında olduğun gəldi. Xoş gəlmişsən Kiyanın div öldürən Rüstəmi. Xoş gördük Heydərə aşiq olan nökər. Kiyan sizin haqqınızda Rüstəminkinə bənzər bir dastan yaratmayana qədər əl çəkən deyil. Ərəbin adlı sanlı pəhləvanını öz istədiyi kimi düzəltmək istəyir. Xoş gördük Əbrəhəni öldürən sərdar. Əbrəhə və div öldürən hər ikisi eyni məna daşıyır İbn Kamil. Əbu İshaq, sən ərəb və mən İranlı üçün eyni şəxsdir. Muxtar kimi bir insanı hər hansı bir tayfaya aid eləmək olmaz. O hamımızındır. Deyəsən sən heç zarafat başa düşmürsən Kiyan. Çox şit zarafat idi. Fikir vermə, yenə də İranlı damarı tutdu. Ərəb damarının tutduğunu desən daha yaxşı olar. Neynəsən xeyri yoxdur. Ərəbsən ki ərəb. Ürəyim sizin bu cür uşaq kimi dalaşmağınız üçün darıxmışdı. Bu uşaq hərəkətlerinizlə könlümü almaq istəyirsiniz? Sizi güldürmək üçün biraz zarafat eləmək istədik. Allahın sevmədiyi sözlərlə zarafat eləməyin. Allah yanında sizin ən sevimliniz yalnız təqvalılar. Çox dəyişildiyini eşitdik. Dəyişildim. Bir çox tələblərimin üstündən xət çəkdim. Bir çox inancların dəyişdi. Başqalaşdım. Qanın yerdə qalmaz Hüseyin. Bu, ərəb və qeyri-ərəb fərqi yoxdur. Hamımızın şüarıdır. Zarafatla olsa belə millət və tayfasının üstün olması ilə övünmək Əlinin vəfalı və sadiq tərəfdarlarına yaraşmaz. Niyə pak ruhunuzu şeytanı vəsvəsə ilə çirklendirirsiniz? Ərəb də, qeyri-ərəb də hər ikisi Allahın yaratdığıdır. Onlar bərabər və qardaşdırlar. Üstünlük isə dindarlıqla ölçülür. Bütün dostlarla söhbət eləmişik. Küfəllərin təqribən 1/3
sizlə beyyət eləməyə hazırdır. Eşitdiyimə görə şiə rəhbərlərindən çoxu Süleymanın ətrafında birləşərək qiyam eləmək fikrindədir. Onlar qiyam yox, intihar eləmək istəyirlər. Süleyman kifayət qədər tədbirli deyil, Muxtar. Bəs niyə qiyam rəhbərlərinin çoxu onunladır? Çünki sən Küfədə deyildin. İbn Ziyad qaçdıqdan sonra şiələrin yeganə pənah yeri tövbəkarları başına yığıb qanına qurban Hüseyn deyən Süleyman idi. Əsas görüləcək işdir İbn Kamil. Mən və ya Süleyman fərq etməz. Süleyman sənin haqqında yaxşı fikirdə deyil, Muxtar. Onun fikrincə sən Hüseynin qisasını bəhanə gətirərək hakimiyyətə gəlmək istəyirsən. Qiyam başçılarının çoxu ilə söhbət eləmişik, Muxtar. Əgər sən qiyam eləsən, sənə qoşulacaqlar. Buna haqları var. Çünki Süleymanın kifayət qədər döyüş təcrübəsi yoxdur. Onun öldürmək deyil, daha çox ölmək həvəsi var. Muxtar, sən Küfəyə təntənə ilə daxil olmalısan. Yox. Mən Küfəyə səs-küysüz daxil olacağam. Qiyam rəhbərləri ilə danışıb onları razı salmağa çalışacağam. Bizim güc nümayiş eləməyimiz şiyyələrin iki yerə bölünməsi deməkdir. Zübeyir evladları Küfəni ələ keçirtmək üçün bizimlə tövbə edənləri bir-birimizin canına salmaq istəyir. Zərbi, Düldülün üstündə olan yarağı yasağı götür. Niyə, cənab? Düldülün artıq sınaqdan keçmək vaxtıdır. Çoxdan da yeyib yatır. Yox, hələ düldülü çapmağın vaxtı çatmır. Vaxtı keçib, cənab. Sən hələ onun tərkinə min, gör necə cövlan eləyir. Yortma gedərkən sanki rəqs eləyir. Çaparkən sanki uçur. Minsən, öz gözlərinlə görəcəksən. Düldül meyrac atıdır, Zərbi. O hazır olsa da, mən hazır deyiləm. Bəs Küfəyə nə ilə gedəcəksiniz? Məkkədən gəldiyim at ilə. O dilsiz ağılsızın hal hərəkəti qalmayıb. Səni Məkkədən bura gətirib çıxarıbsa, böyük işdir. Yazıq qocadır. Artıq əldən düşüb. Biz bir-birimizi anlayırıq. Gəl gedək əzizim. Özün gördün ki, mən əlimdən gələn elədim. Daha neyniyim? Yenə də gözləməli olacaqsan Düldülcan. Bir Allah bilir sənin üçün hansı yuxunu görüb. Ey insanlar, ayıq olun! Hiylə və fitnəyə aldanmayın! Zübeyir evladları sözünün üstündə durmayacaqlar. Onlar əl evladlarına sadiq qalmayacaqlar. Ey Küfəlilər, deyin görək! Qanına qurban Hüseyn! 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 Yaşasın Zübeyir evladı! Ölüm olsun əməbilərə! Yaşasın Zübeyir evladı! Ölüm olsun əməbilərə! Qanına qurban Hüseyn! Qanına qurban Hüseyn! Qanına qurban Hüseyn! Əməvilər ya ölüb ya da qaçıblar. Küfəlilər Zübeyir evladlarına beyyət eləyiblər. Tövbəkarlar Hüseyn qatillərindən qisas alacaqlar. Zübeyir evladları ilə işləri yoxdur. Dəvəyə minməklə böyümək olmaz. Siz müsəlman olsaydınız, xəlifə Zübeyrə beyyət eləyərdiniz. Pis əməllərinizdən əl çəkin, düşmənlər. Bəs çəkməsək nə olacaq? Arvadlarınız dul qalacaq, uşaqlarınızsa yetim. Əcəb səhvə yol verdik. Nə dediniz, cənab? Sən sakit qal, Ömər Səhət. Bağız yandıran şorbanı sən və dostların bizim üçün pişirdiniz. Cəsarətimizə görə bağışlayın. Axı biz niyə? Biz ki sizə can başla tabe olmuşuq.
Xalqın içinə çıxmayaraq dostluqdan vaz keçdik. Dul qadınlar kimi evdən heç bir vaxt bayra çıxmırıq. Zilcövşənin oğlu, sən düşmənlərimizi uşaq sayırsan? Bu insanların ürəyinə kim dağ çəkib? Mən yoxsa siz? Əgər mən sizin beyyətinizi qəbul eləməsəydim, indi tövbə eləyənlərin qarşı məni tutmazdı. Sen qatillərinə aman verməsəydik, tövbəkarların bugün bizimlə Zübeyir övladlarıyla işləri olmazdı. Bu cemaat həmişəki kimi yeni hayküyə gedir. Vali əbəs yeri onlardan çəkinir. Həqiqi təhlükə bu günlərdə kərtənkələ dərisinə bürünmüş bir əfilanın Küfəyə gəlməsidir. Çünki heç kəs onun işlərindən xəbərdar deyildir. Mən Muxtardan danışıram. Davadalaşın ortasında sövdələşmə eləyirsən Ömər. Əhsən! Afərin sənə ey Ömər İbn Səd. Afərin! Sən siyasəti kimin yanında öyrənmisən Ömər İbn Səd? Əminəm ki, İbn Ziyadın şagirdi olmamsan. İbn Ziyadın sənin qədər uzaq görənliyi olsaydı, Muxtara nəfəs almağa imkan verməzdi. Mən İbn Yezidəm, sizin yeni hakiminiz. Bu ise İbrahim'di. Merhum Telhetül Xeyrin nəvəsi. Bir-birimizə kömək eləməklə Küfəni idarə eləməyə gəlmişik. Hoş gelmişsən şeyh. Əynindəki bu libas nədir? Küfədəki tövbəkarlara oxşamaqdan ötürü bu paltarı geyinməyə məcbur olduq. Əgər başqa cür geyinsəydik, başımızı sağ-salamat bura gətirib çıxıra bilməzdik. Ərəb İraqının gəlin otağına xoş gəlmişsiniz əmir. Gəlin deyərkən Küfəni nəzərdə tutursa? Bəli əmir. And olsun Allaha ki, bu gəlinin sizin kimi peşəkar kürəkənə ehtiyacı var. Eşitdiyimə görə Zübeyrin ətrafında olan ən mahir siyasətçilərdənsiz. Yox, elə deyil. Əgər mən mahir siyasətçi olsaydım, sizin kimi canavar sifətli minlərlə istəyəni olan, əri ölmüş, dul bir qadının otağına heç vaxt ayaq basmazdım. Cənab Amir, yəqin ki, indiyə qədər elədiyin səhvlərdən xəbərdarsan. Siz Küfədə ağılsız bir addım ataraq Zübeyir övladlarının 3 il ərzində ürək qanı ilə əldə elədikləri nüfuzunu kölgə saldınız. Əgər bunu bilməyərək elədiyini bilməsəydim, o dəqiqə sənin məhvin haqqında əmr verərdim və sən indi mənim qarşımda canlı surətdə dayana bilməzdin. İbn Səd və sən, İbn Zilcövşən, sizin əlləriniz Peyğəmbər övladının qanına bulaşmışdır. Zübeyir övladları dildə deyil, əməldə Hüseynin qanını müdafiə eləyən ilk tayfadır. Bildiyiniz kimi Zübeyir övladları öz əhdlərinə sadiqdilər və Hüseyn qatilləri ilə müharibə eləmək fikrindədirlər. Tövbəkarlar da bunu istəyirlər. Deməli, gedin, özünüzü biz və tövbəkarlarla müharibəyə hazırlayın. Əgər qələbə çalsaz, bu taxt və bu pozğun qadının yatağı sizə peşkəş olsun. Çok
Ağam! Ağam! Qalxın ağam. Gələn var. Canına dərman olmayan bəla gəlsin. Öküz kimindən ərə çəkirsən. Ağam qalxın. Qonağınız var. Ay səni görüm, belə boynunsunsun. Qanadlarımı sındırıb göydən yerə saldın. Ay axmaq kişi. Sənə deməmişəm ki, yoldan ötən eşək qapımı döysə deyərsən, ağam evdə yoxdur. Ağacan, muxtar qonaq gəlib. Deyirəm, muxtar gəlib. Kim gəlib? Muxtar gəlib. Nə vaxt? Sən tez ol, yığışdır bunları buradan, yığışdır. Bu dəqiqə. Ay Allah, ay Allah, ay vay vay vay, vay. Soğan, sarımsaq, sirkə, halva. Ay vay vay vay. Zibil. Əcəb zəhmlidir. Əcəb boy buxunludur. Bu bizim Əbu İshaqdır. Gözlərim məni aldatmır. Uzun çəkən ayrılığın axırımıza çıxdı, Muxtar. Ay, 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 ay. Necə də pisi gəlir. Hələ də bu adətini tərk eləməyibsən, Übeydə. Yox, sənin əziz canına and olsun. Namazımın bir rükəti də qəzaya getmir. Namazın şərab içməklə nə əlaqəsi var? Əlaqəsi yoxdur. Bəs eşitməmsən, həqiqətən namaz pislikdən çəkindirir. Şübhəsiz pislik olduğu üçün iyi sənin burnuna pis gəlib. Elə bu günlərdə namaz qılmaqla qarşısını alaram. Heyf səndən şərabın əlində zəlil olmusan. Mən Adəm evladıyam, Muxtar. Daha taqətim qalmayıb. Piyalə dolan kimi başım xumarlanır. Axı mənim də, sənin də cilovumuz müəyyən dərəcədə digərinin əlindədir. Bu şəhərin yalanından, nifaqından, riyakarlığından, hayküyündən tənha qalmışdım. Sən gedəndən sonra Übeydə də kimsəsiz və yetim qaldı. Tək əldən səs çıxmaz, Muxtar. Hüseynin qəm-qüssəsi canıma od saldı. Yandım, yandım, yandım. Və nəhayət şərab satan Yahudi Əyyubla rastlaşdım. Yalnız şərab mənə təskinlik verirdi. İndi sən gəldikdən sonra daha şəraba ehtiyacım yoxdur. Bundan sonra dilimə vurmayacağıma and içirəm. De görüm, Allahın köməyi ilə nə vaxt qiyam edirsən, hə? Cavabsız bir sualla rastlaşmışam, Übeydə. Necə ola bilər ki, Hüseynin eşqi şəraba bulaşmış bir ürəyin içində yer eləyib? Ürəkdən sevindim ki, Muxtar mənim etibarıma inanır. İnanmasaydım sualım cavabsız qalmazdı. Bu gecə səni gözləyəcəm, Übeydə. Gəl qiyam haqqında söhbət eləyək. Gözlərim üstə, Muxtar. Hoş gelmişsin Əbu İshaq.
Hoş gelmişsən Muxtar. Hoş gəlmisən ey igid döyüşçü. Muxtar, şərrə düşmən, azadələrə havadar, səndən bədlər qorxar, güc alar oyaqlar, yorğunlar, arğınlar səndən dinclik tapar. Teşekkür. Teşekkür ederim. Muxtar, bu yol azmış xalqın vur ağzına afsar, bir çəksənə ki car, getdi gecə, oldu səhər, gəldi artıq bahar, və qina Rəbbənə əzabənnar. Aferin. Sağ ol. Sənsən Muxtar. Dediğimiz kimi İsmail, söz verdiğim kimi gelip çıktım. Heç inana bilmirəm. Sanki yuxu görürəm. Olmaya ölümümü gözlüyordun. Sözün düzü yox. İlahi, sənə şükürlər olsun. Muxtar, Muxtar, qardaşım. İsmail, cemaata de səs-küy salmasınlar. Məsləhət deyil. Bura Kufədir Muxtar. Zübeyir tərəfdarları Kufədə kar və kordular. Zübeyir tərəfdarlarının göz qulağı ilə işim yoxdur. Əsaslı səbəbim var. Ey Bəni Hind qəbiləsi, qədir bilən olduğunuz və Muxtarın yanında üzümü ağ elədiyiniz üçün çox sağ olun. Şübhəsiz ki, Muxtar Məkkədən bizim üçün qiymətli hədiyyə gətirmişdi. İndi yol yorğunudur. İcazənizlə biraz dincini almaq istəyir. Ona görə də bir müddət səs-küy salmayın. Şərt əsasında Zübeyir övladı ilə beyyət elədiyini eşitdikdə sənin üçün Fatihə oxudum. Düşündüm ki, Muxtarın 7 canı olsa belə Zübeyir övladlarının yırtıcı cəngindən o çətin xilas ola bilsin. Düz fikirləşmisən İsmail. Əgər ilahi yardım olmasaydı, Zübeyir övladlarının nifrət alovunda yanacaq. Bu tayfa öz əməlləri ilə Yezidə və ətrafına rəhmət oxutduracaq. Beyyət elədiyini eşitdikdə az qala buynuz çıxaracaqdım. Sən hara, o bədbəxt övlad hara? Ağamız Əlinin buyurduğuna görə Zübeyrin həmin bədbəxt övladı Cəməl döyüşündə qılıncı rəhm eləmədən atası Zübeyrin boynuna söykəyərək onu əli ilə vuruşmağa vadar elədi. İsmail, mən bu beyyətimlə özümü bir dəstə şiyyənin yanında hörmətdən salsam da, amma bu bədbaxt evladın əməllərini ona inanan bəzi avamlara ispat eləməyə çalışdım. Unutma ki, hələ də Kufədə bu bədbaxt evladın çoxlu tərəfdarı var. Bu gecə qardaşınla mənim görüşümə gəlin. Yeni xəbərlərim var. Eşitməyə dəyər. Məmnuniyyətlə gələrəm. Muxtarın zirək və tədbirli olduğuna inanmasaydım, onda başımda 2 buynuz görərdin. Şübhəsiz ki, Zübeyir övladlarının duzlarından istifadə eləməmsən. Əbdülrəhman, Zübeyir övladları əli tərəfdarlarına yemək verərkən duz yerinə zəhər tökürlər. Zübeyir övladlarının süfrəsində əyləşən şiyyə onlara əyilmir, sadəcə ölür. Bəs onda nə əcəb Muxtar hələ də sağdır? Mən sağ qaldım. Çünki əleyhi zəhərim var idi. Eşitdiyimə görə İraq hakimliyi şərti ilə beyyət eləmisən. Düz eşitmisən. Deməli, Kufəyə hakimlik eləməyə gəlmisən? Xeyr. Kufəyə qiyam üçün gəlmişəm. Yəni, Zübeyir övladlarının təyin elədiyi hakim deyilsən? Mən Ələvilərin əmiriyəm, Əbdülrəhman. Düzünü desəm, mənə biraz aydın olmadı. Təbiidir. Siyasətçi olmayanlara siyasət biraz geç çatır. Tez çatmasını istəyirsənsə, bu gecə mənə baş çək. İbn Hənəfiyyə tərəfindən gətirdiyim hökmü sən də eşitsən pis olmaz.
Cənab Əbdürrəhman ibn Şürey. Şiənin aslanını görməklə gözümüz aydın olsun. Məkkədə göstərdiyin rəşadət müridlərin dillər əzbəri olub Muxtar. Eşitdiyimə görə qollarının möcüzəsindən Yezid və Zübeyir tərəfdarlarının ağızları açıq qalıb. Sahib, Şam pəhləvanını yerə sərən mənim möcüzəm deyildi. Əliyə olan eşqim qollarıma güc verdi. Əli, Əli, Əli. And olsun Allaha, su olsa özümü suya vuraram. Sinəm Əliyə olan sevgi ilə doludur. Kərbəla kimi fırtınalı dəniz var idi, sahib. Niyə ayağını geri çəkdin? Bilmirəm niyə Muxtar. Bilmirəm. Məni danlama, nə olar, it kimi peşmanam. Şeytan mənə vəsvəsə eləyərək Kərbəla suyuna qərq olmaqdan çəkindirdi. Qiyam eləməyə gəlmisənsə, beyyətimi qəbul elə. Gecə görüşənədək sahib. Mənim evimdə. Əloğlu tərəfindən gətirdiyim hökmü hamıya öz evimdə eşitdirməliyəm. Film 2011-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dubləjin direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti. Filmi dubləj etdilər Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Nicat Kazımov, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruz qızı, Hüsniyə Mürvətova, Şəhla Əli qızı, Pərviz Məmmədrızayev, Rövşən Məmmədli, Qədir Mirsə, Səməd Ətəmov, Mahir Mirişov, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.